Masallıda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Hadisə axşam saatlarında Masallı yardımlı yolunda, Masallı rayonunun Ərkivan qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, Ərkivan qəsəbə sakini 31 yaşlı Rusif Babayev idarə etdiyi Mercedes markalı avtomobillə hərəkətdə olarkən, Cəlilabad rayon sakini Nikbin Feyzullayevin idarə etdiyi digər Mercedes markalı avtomobillə toqquşub. Toqquşmanın təsirindən Rusif Babayevin idarə etdiyi avtomobil yoldan çıxaraq əvvəlcə beton elektrik dirəyinə, daha sonra isə ağaca çırpılıb. Zərbənin təsirindən beton elektrik dirəyi bir neçə hissəyə parçalanıb. Qəza nəticəsində sürücü Rusif Babayev hadisə yerində ölüb. Avtomobildə sərnişin qismində olanlar təcili tibbi yardım briqadalarının köməyi ilə Masallı rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar. Yaralılar Ərkivan qəsəbə sakinləri 33 yaşlı Pərvin Əlniyazoğlu Həsənov, 23 yaşlı Fərid Fərayimoğlu Qasımov və 34 yaşlı Araz Telmanoğlu Məmmədzadədir. Həkimlərin səylərinə baxmayaraq Araz Məmmədzadənin həyatını xilas etmək mümkün olmayıb. Beləliklə, qəza nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb. Meyitlər aidiyyəti üzrə təhvil verilib. Yaralıların müalicəsi xəstəxananın müvafiq şöbələrində davam etdirilir. Faktla bağlı araşdırma aparılır.